Salam Əlibəy, hər vaxtınız xeyir, necəsiz? Salam, xoş gördük Tural bəy. Xoş gördük sizi. Yaxşı ki gəldiniz, yaxşı ki müzakirəmizi başlayırıq. Çox maraqlı bir mövzumuz var bugün. Sizin istiqamətiniz, mühəndislik istiqaməti üzrə illərdir artıq fəaliyyət göstərirsiniz və düşündüm ki, sizin təcrübənizi həm öyrənmək, bu gün də sizdən nəsə öyrənirəm və həm də hər kəslə, tamaşaçılarla paylaşmaq. Çoxlu suallarım olacaq. Başlaya bilərik. Əlbəttə. İlkin sualım odur ki, ümumiyyətlə bu mühəndislik anlayışı Azərbaycanda biz bugün hər kəs mühəndis olmaq istəyir, uşağını yönləndirmək istəyir mühəndisliyə. Bu mühəndislik hansı mühəndislik? Niyə mühəndislik? Sizcə hardan başlamalıdır? Müraciət, ümumiyyətlə bir valideyn nə etsin ki, uşağını yaxşı mühəndisə çevirsin? Yaxşı mühəndis hansı ixtisas üzrə məsələn? Çox maraqlı sualdır və çox önəmli sualdır. Çünki ixtisas seçimi insan həyatında çox vacib bir rol oynayan məsələdir və valideynlərin də ən çox narahat olduğu elə bir ixtisas seçək ki, bundan sonraki bir 15-20 il ərzində minimum uşaqlarımız bundan pul qazana bilsin, karyera qura bilsin, özlərini də bir yerdə sübut eləmiş olsun. Sahədən fərqli olmayar. Fərqi yoxdur hansı sahəni seçməyindən. O sahəyə uyğun olduğun təqdirdə daha uğurlu olursan deyə düşünürəm. Və mühəndisliyi anlamaq üçün əvvəlcə mən belə bir şey düşünürəm ki, istənilən bir şeydə haqqında məlumat bilmək üçün əvvəlcə o sözün kökünə getmək lazımdır. Bu nə olan bir şeydir. Baxanda ümumiyyətlə mühəndislik bunu İngilis xarici deyək ki, ədəbiyyatlarda engineering olaraq görürük. Bunlar bu söz olaraq bunlar söz olaraq fərqlidir, məna olaraq fərqlidir. Mühəndislik sözü ərəb mənşəlidir, daha çox əndazə sözünə başlayan və əndazə sözündən başlayan ölçmə və hesablama mənasına gələn bir termindir. Engineering sözü isə bu latın mənşəli bir söz olub. Mənası ixtiraçı, zəka ilə problemləri həll edən kimi düşünülür. Əslində hər ikisi bir-birinə yaxın mənası da var təbii ki. Ancaq burada diqqət edəcəyimiz məqam odur ki, bu günləri mühəndislik trend olaraq dünyada ən aktual sahələrdən biridir. Əslində hər dövrdə çox aktual olub. Hansı mühəndislik müəllim? Hansı mühəndislik əslində bütün sahələr, yəni yerinə görə və regiona görə, biznes mühitinə görə dəyişə bilər. Mühəndisliyin günümüzdə ən çox məşhur tərəfi, daha çox mühəndislik sahəsində məşhur olan tərəf son dövrdə yeni sənaye inqilabı ilə yaranan ixtisaslardır. Sənaye 4.0, sənaye 5.0-ın gətirdiyi yəni bir qısa açıqlama verir. Məsələn, bir neçə sahə deyə bilərəm bununla bağlı. Məsələn, AI mühəndisliyi, kompüter mühəndisliyi, süni intellekt mühəndisliyi və yaxud da günümüzdə yeni başlayan blockchain üzrə mühəndislik var və s. bu kimi. Blockchain qısa açıqlama verir. Blockchain blok zənciri olaraq tərcümə olunur. Yəni yeni bir texnologiyadır, Web3 texnologiyasıdır və bununla bağlı da artıq dünyada bir çox startaplar, işlər başlayıb görülməyə. Start aşamasındadır, amma ən çox da blockchain deyəndə biz daha çox virtual pullar başa düşürük. Ancaq əslində blockchain texnologiyası eyni zamanda bir texnologiyadır, web texnologiyasıdır, idarəetmə texnologiyasıdır. Əsasən də peer-to-peer dediyimiz şəbəkə modelinə uyğun olan bir texnologiyadır ki, bunu bir çox sahədə tətbiqi var və bu sayədə mütəxəssislər çox yaxın gələcəkdə ciddi ehtiyac olacaq. Ciddi ehtiyac olacaq. Zaten bu mühəndislik istiqaməti üzrə məsələn bir nümunələr verə bilərsiniz ki, bu mühəndislər daha çox qazanırlar. O hansı mühəndislərdir? Uşaqlarımızı aparaq qoyaq həmin mühəndislər istiqaməti üzrə hazır. Mən onu deyə bilərəm ki, mühəndisliyin hər sahəsində ciddi maaş alan, ciddi karyera quran insanlar var. Sadəcə ən yaxşı qazanır. Məsələn, bu nümunə olaraq deyə bilərik ki, fərqli bir sahə götürək. Deyək ki, bir musiqisi götürək, bir bəstəkar götürək, bir müğənni götürək. Bu hansı deyək ki, muğam oxuyan daha çox pul qazanır, yoxsa estrada oxuyan desək, təbii ki, ən yaxşısı daha çox pul qazanır. Ona görə də bu bütün sahələrdə olduğu kimi mühəndislikdə də belədir. Çünki mühəndislik dəyər yaradan bir sahədir mühəndislik və bu dəyəri yaratmaq üçün o qabiliyyət olmalıdır səndə. Çoxlu bu sahədə mütaliə eləməlisən, işi çox dərindən bilməlisən ki, dəyər yarada biləsən. Azərbaycanda yoxsa xaricdə təhsil
lap özünüzdən soruşuram. Bunun xaricdə təhsillə başlayayım. Xaricdə təhsilin ən önəmli tərəfi odur ki, sənə yeni təcrübə qazandırır, yeni mədəniyyət qazandırır, fərqli dünya görüş və fərqli baxış bucağı yaradır. Bu baxımdan xaricdə təhsili üstün sayıram. Ancaq təbii ki, bu da bir maliyyəyə bağlıdır, insanın xarakterinə bağlıdır. Bir çox məsələlərə var ki, ona görə, yəni mən onu düşünmürəm ki, sırf yaxşı mühəndis olmaq üçün xarici təhsil almalısan. Ancaq çünki günümüzdə artıq onlayn təhsil platformaları. Amma hər kəs eləyə bilirmi? Məsələn, self-study bazar. Mən özüm, məsələn, self-study keçən dəfə də biz podkastda danışan deyirəm, self-study özüm oxuya bilmirəm, bir mentor olmalıdır. Bunu deyəcəm, anam izləyir. Anam deyəcək, döyə-döyə oxutdurublar məni, bəni döyə-döyə oxutdurublar. Sonra mən o prosesə keçid eləmişəm, özümə də maraq olub. Bugün hamı uşağını elə tərbiyə edir Azərbaycan. İndi harda gizlədir? Yəni əksər valideynlər elə edir. Oxumalısan, adımızı biabr eləmə, universitetə girməlisən. Bu istiqamət üzrə uşaq oxuyub, tutaq Azərbaycanda universitetə girib 4 il oxudu, qutardı. O qədər məzun var. Yəni nə qədər məzun çıxır. Hamısı iş tapa bilmir, düzdürmü? Bu qlobal məsələdir. Yəni mənə görə bu çox narahat edici məsələ. Mən mühəndislər nədir bu məsələ? Bu uşaq niyə iş tapa bilmir? Çünki mühəndislik ilə mən deyə bilərəm, digər sahələr də təbii ki, təcrübə olaraq gördüyüm bir sahələrdə onların da problemlərini aşağı-yuxarı bilsəm belə, mən özüm mühəndislik sahəsində başladığım üçün, təhsilim o sahədə olduğu üçün o barədə deyə bilərəm ki, mühəndislik elə bir sahədir ki, daha flexible olaraq fərqli pozisiyalarda işləmə imkanı verirsən. Dəyişə. Yəni sən başlaya bilərsən sahə mühəndisi olaraq, sən project manager kimi işləyə bilərsən gələcəkdə. Layihə meneceri. Və yaxud da bir product manager kimi işləyə bilərsən. Məhsul sahibi kimi işləyə bilərsən, product owner kimi işləyə bilərsən və yaxud da sən satış üzrə işləyə bilərsən. Müxtəlif istiqamətlər üzrə. Sistemlərin həll satışı üzrə. Deməli, mühəndis təkcə əlinə o atverkanı bağlayan belə deyək, adam deyil. Nəyisə götürüb düzəldən deyil. Yenə sözün kökünə qayıdaq. Mühəndislik bilməlidir onu. Bir maraqlı bir qısa hekayə danışım sizə. Təzə heç onu eşitmişəm, çox maraqlı gəlib. Deməli, deyir ki, bir inşaat mühəndisi, fərqi yoxdur bu hansı sahədə olduğundan, sadəcə inşaatda hamı məlumatı olduğun üçün deyirəm. Deyir, bir inşaat mühəndisi sahəyə gedib, o mala ilə işləyən fəhlə malanı yerə atıb, onun hansısa etirazına görə çıxıb getsə, o malanı götürüb, o divarı davam edib, işini bitirə bilən insandır. Yəni mühəndislik eyni zamanda bir neçə fərqli xüsusiyyətləri özündə cəmləyən bir sahədir və bunu səndən tələb edir. Yəni bu şeylərə hazır olmayan insan mühəndislik sahəsində irəliləyə bilməz və yaxud da özünü orada görə bilməz. Ən mühüm məsələlərdən biri yəni durmadan öyrənməlisən. Yəni dayanmadan, durmadan öyrənməlisən, özünü inkişaf etdirməlisən. Çünki dünyada ən sürətli inkişaf edən sahədir. Çünki praktik sahədir, problem həlli üzrə fokuslanan bir sahədir. Bu məsələlər də günü-gündən hər gün inkişaf elədiyi üçün, yeniliklər hər gün olduğu üçün, hər gün, hər saat bir yenilik çıxdığı üçün bu yeniliklərdən dala qalmamalısan və öyrənməlisən. Çünki sənin verdiyin həll şirkətə pul qazandırır. Aydındır. Və bunu da başa düşməlisən ki, mən harda şirkətlərə necə pul qazandırıram. Mənim o dəyərimi də o təyin edir. Uşaqları məsələn erkən mühəndisliklə necəsə tanış eləmirlər, yoxsa elə məcburdurlar bunu universitetə girsinlər, sonra başa düşsünlər ki, bu mühəndislik nədir? Məsələn, siz avtomatik mühəndislik, istiqamət üzrə elektrik, mən bildiyim qədər elektrik, Schneider və s. Bu uşaqdır. Bəlkə bu uşaq doğrudan da ən yaxşı mühəndis olacaq gələcəkdə. Biz onu necə təyin elə bir valideyn kimi? Bununla bağlı bir neçə üsul ola bilər. Ən maraqlı mənim zəhnimcə, yəni düşünə biləcəyimiz şeylər. Məsələn, əslində bunu biz çox edirik. Məsələn, puzzle bildiyimiz uşaq oyunudur və yaxud da Minecraft puzzle deyək ki, bu kimi robotexnika ilə bağlı artıq yeni şeylər çıxıb, Scratch və s. bu tip gaming oyun formatında bəzi şeylər çıxıb ki, bununla çox maraqlanan uşaqların, öyrənməyə çox meylli olan, durmadan təzə şeylər öyrənim, bu tip bacarığı olan uşaqların mühəndis olma ehtimalı yüksəkdir. Yəni
bəzən özünə qapalı belə olsa, əgər o marağı varsa, o nəsə edə bilər. Ancaq çünki mühəndislik tərəfdə həm sosial tərəfində də işləyə bilərsən onu. Yəni məsələn bayaq dediyimiz satış tərəfi, məsələn mühəndislik həllərinin satışı. Bu əslində satış bir sosial bir işdir. Belə bir ixtisas kimi universitetlər heç bir yerdə tədris olunmur. Amma mühəndislik satışı dediyində o insanın işi mühəndis həllərini çıxarıb, müştərinin problemlərini öyrənib, onun müqabilində şirkətin doğru sistemlərini, doğru həllərini ona verə bilən. Bunu hər adam da eləyə bilməz, çünki satış hər hansı kənardan gəlir. Biri var mühəndis olasan, bu satışı icra eləyəsən. Bu da çox vacib faktor. Burada səndən həm ciddi soft bacarıqlar tələb olunur, həm də hard bacarıqlar tələb olunur. Daha texniki istiqamətdə. Bəs ingilis dili? İngilis dili çox önəmlidir. Niyə görə? Çünki mühəndislik elə bir ixtisasdır ki, yəni sən harda oxumağından asılı olmayaraq dünyanın bütün ölkələrində bu sahə üzrə eyni biliklərə malik olursan və bunları hər yerdə mühəndislik dünyanın harasına getsən eyni qalır. Yəni Ohm qanunu deyək ki, bu İngiltərədə başqa cürdür, Azərbaycanda başqa cürdür deyil. Mazi dillər. Bəli. Yadıma düşdü o tədris Ohm qanunu. Ona görə də ingilis dili öyrənmək səni qlobal bazara hazırlayan, qlobal bazara soxa bilən bir faktordur və bu çox önəmlidir deyə düşünürəm. Bundan da əlavə bayaq dediyi yenilikləri öyrənmək, yəni indi reallıqla razılaşaq ki, bu günləri yeniliklərin 90% çıxır ingilis ədəbiyyatlar birinci növbədə, sonra digər dillərə tərcümə olunur və ingiliscə bilməyimiz burada bizə bir avantaj verir. Mütləq qaydada bilməmiz gerəkən bir şeydir. Yəni bu yəqin ki, uşaq yaşlarından deyirsiniz qazanılması daha önəmlidir. İxtisas dəyişikliyi adam 30 yaşında, 35-40 yaşında mühəndisliyi başlayır öyrənməyə. Uğurlu olma ehtimalı nə qədərdir? O tamamilə onun marağından asılı olan bir şeydir. Yəni ciddi şəkildə 2-3 il, 4 il ərzində sürətli şəkildə sən bu sahəyə başlayıb, öyrənib başlaya bilərsən. Belə bir söz var, deyir ki, bir sahədə mütəxəssis olmaq üçün 10.000 saat qaydası var. Amma başqa bir şey də var ki, 24 saata öyrən və başla prinsipi. İki fərqli prinsiplərdir, amma burada məsələ nədir? Mükəmməl olmaq üçün başlamalıyıq. Başlamaq üçün mükəmməl olmalı deyilik. Çox vacib. Bu mühəndislikdə çox vacib məsələdir. Çünki heç vaxt tam mükəmməl olmayacaqsan, ancaq hardansa başlamalısan və durmadan özünü inkişaf elətdirməlisən ki, yekunda sən fayda verən bir insana çevriləsən. Çünki bir şey də deyim, burada çox vacib məsələdir. Mühəndislik həlləri göz önündə olan bir şey deyil. Məsələn, biz bir dizaynerin işindən söhbət ediriksə, bu bir estetik bir şeydir. Göz önündə olan bir şeydir. İnsanların baxaraq xoşu gəlib pul verə biləcəyi bir şeydir. Bəlkə kreativlik də kreativlik tələb olunur. Amma mühəndislik tərəfdə sənin verdiyin həllər bəzən heç gözə görsənmir. Heç kim onu görmür, ancaq fayda verir. Bəli. Amma işləyir. Nümunə deyim sizə, bir Einsteinlə Chaplinin bir dialoqu var. Einstein Chaplinə deyir ki, bəs mən sənə çox böyük hörmətim var. Çünki deyir, səni danışmırsan, hamı səni başa düşür və gülür. Chaplin də ona deyir ki, mən bu məsələyə görə mən sənə daha çox hörmət edirəm. Çünki səni heç kim başa düşmür, amma sevir. Yəni belə bir maraqlı məsələdir. Yəni mühəndislik də elədir. Bəzən görsənmir, amma çox ciddi məsələləri həll edir. Həyati məsələləri həll edir, təhlükəsizlik məsələlərini həll edir. Bəlkə də mühəndislər özlərini daha cəmiyyətin daha faydalı belə üzvləri hesab edirlər. Məncə hesab eləməlidirlər. Eləməlidirlər. Çünki istənilən bir şirkətə ciddi pul qazandıran ixtiradır və ixtiraların böyük bir hissəsi mühəndislikdən yaranmış ixtiralardır və şirkətlərin də çox böyük qazancları elə həmin o məsələlərdən mühəndislərdən keçir. Mühəndislik tədris edən müəllimlər barədə biraz danışaq. Əsasən universitetlərdə bizdə mühəndislik tədris olunur da. Adam həyatı boyu müəyyən bir layihədə işləməyib, texniki. Bəlkə də təcrübəsi o istiqamətdə yoxdur, teoriya əzbərləyib. Mühəndislik oxuyan həm tələbələr, həm də onların valideynləri bəlkə də təsdiqlər mənim bu fikrimi. Amma adam universitetdə tədris edir.
Yəni bu varmı bu кейslər ümumiyyətlə sizə necə bunu Məncə çox yoxdur bu кейslər. Çünki universitetdə bir təhsil verən müəllim, yəni həqiqətən müəyyən bir periodlardan keçməlidir. Həmən yəni istənilən bir insan gəlib təhsil keçə bilməlidir. Mən eşitmişəm axı mənim yuxarı yaşda bir 65, 70, 75 yaşında tədris edən müəllimlər var məsələn. O müəllimlərin özündə böyük bir təcrübəsi var. Yəni onlar yəni ora gəlib çıxana qədər çox ciddi bir yol keçiblər. Yəni bunları bilməliyik. Yəni praktik məsələyə gələndə əslində bizim yəni ölkəmizdə mühəndislik təcrübəsi, yəni bildiklərimizi praktik eləməyə çox geniş imkanlar yoxdur hal-hazırda. Yəni bu həqiqətdir başqa ölkələrə baxdığında. Çünki biz sənaye ölkəsiyik, amma yeni bir ölkəyik. Mən düşünürəm ki, bu get-gedə daha da çox olacaq. Çünki elementar belə bir müqayisə edək ki, hardasa 2000-lərdən bu yana mühəndislik sahəsinə tələbat günü-gündən artır. Yəni əvvəl savadlı yoldaşların, savadlı tələbələrin daha çox fərqli sahələr seçdiyini görürdüksə, indi məsələn çox savadlı tələbələrin, şagirdlərin kiber təhlükəsizlik, computer science, AI texnologiyaları, energetika, avtomatika kimi ixtisaslara yönləndiyini görürük və bu sahənin giriş balları da artır günü-gündən. Amma nəsə gəlirlər o deyil, müəllim. Məsələn, bir sosial media bloqeri alır, nə bilim, bəlkə də mən aşağı məbləğ deyirəm, bir 10.000 manat, 20.000 manat qazanır. Mühəndis qazanır 1500-2500 arası bir məbləğ. Məsələn, niyə belədir sizə? Bu maraqlı sualdır, ən yaralı yerdir. Ən yaralı yerlərdən biridir. Və bəzən də həvəsdən salıcı məqamlardır bunlar. Ancaq mən bunu düşünürəm ki, bu daha çox nədən irəli gəlir? Mühəndislərin beyni daha çox problem həll eləməyə yönlənir. Daha çox problemlərin içində ciddi işlər görürlər və özlərini reklam eləməyə, belə deyim də, PR eləməyə, marketinq tərəfinə baxmağa vaxtları olmur və buna ehtiyac da görmürlər. Ancaq bir tərəf... Bəlkə də bacarmırlar, müəllim. Deyə bilərik. Məncə bacarmırlardan da ötə biraz mənə elə gəlir ki, daha işini çox bilən adamlar özünü daha az reklam eləməyə çalışır. Yəni çünki özünə yaxşı bilmir onu. Biraz günümüzdə təəssüflər olsun ki, bu biraz dəyişib bu şey ki, yəni çıx qabağa danış, əsas odur da, yəni belə deyim də, sənin bir şey deməyin üçün sənin qeyri-adi bir şey eləməyin ehtiyacı yoxdur, amma məncə hər hansı bir şey haqqında danışdığın zaman sən onun bir təcrübəsini keçmədən danışa bil, yəni özün üçün danışa bilərsən, amma böyük bir auditoriyaya o barədə nəyisə danışmaq ciddiyyəti pozan bir şeydir və gec-tez səni orada bilirlər ki, sən yəni o deyilsən. Adi bir nümunə gətirmək istəyirəm. Məsələn, bəlkə bir çox şəxsə maraqlı olar. Uşaq mühəndislik tələbəsidir. Ağzını açıb danışa bilmir iki kəlmə. Sual verirsən, hobin nədir məsələn? İngiliscə öyrənmək istəyir. Onu belə Azərbaycan da izah edə bilmir. O ki qaldı ingilisini də. İngilis dili öyrənən periodda uşaq o qədər kommunikasiyaya girir müəllimlə və digər şəxslərlə, conversation, söhbət danışıq dəstələrlə. Sosial bacarıqlar inkişaf edir. Bəlkə də mühəndislər üçün o istiqamət üzrə daha yönləndirib, həm də paralel mühəndislik istiqaməti üzrə uşağı hazırlaşdırır, bəlkə də daha uğurlu olar. Çünki reklam çox vacib bir şeydir mənə görə. Çox vacib bir məqama toxunursunuz. Mən düşünürəm ki, müəllimlərimizin bir çox artıq bunu eləyir. Çünki artıq ənənəvi təhsil sistemi özünü yeni yanaşmalar gətirən müəllimlərlə əvəz edir. Məncə bugünkü gündə müəllimdən çox mentor olmaq lazımdır. Yəni çünki müəllimlik artıq onlayn hər bir məlumat var. Yəni müəllim sadəcə məlumatı çatdıran tərəf olmamalıdır. O məlumatı dəstə işlədə bilən tərəf olmalıdır. Və bununla da həmin tələbələrin soft bacarıqlarını dəstə görüb, onların soft bacarıqları üçün də yumuşaq bacarıqlar deyək də bu inkişaf etdirəcək, bəli, bir məsələni gətirməkdir. Layihə işi məsələn. Məsələn, daha interaktiv. Belə bir şey deyim ki, mən şəxsən öz tərəfimdən deyirəm ki, mən dərslərdə, universitetdə dərs dediyim zaman eləyirəm bu tip təcrübələri keçirirəm. Daha maraqlı olur da praktik, məsələn,
bəzi şeylər eləmək olar. İndi tək-tək burada saymıram. Yəni bunu davamlı da bu sahədə oxuyub tapmalısan. Hansı yeni metodologiyalar var, bunları necə istifadə edə bilərsən, amma daha çox müəllim danışsın, tələbə qulaq assından çox tələbəni danışdırıb onun boşluqlarını görüb onları düzəldə bilən müəllimlərə ehtiyacımız var deyə düşünürəm. Bir çox müəllimlərimiz bunu bacarır. Təbii ki, indi hər sahə üzrə müəyyən boşluqlarımız ola bilər və bacarmayanlar üçün də və yaxud da yeni başlayanlar üçün də məncə bunlara diqqət eləməyi görürəm də, yəni vacib görürəm. Burada biz müzakirə eləməzdən qabaq biz storydə hekayə hissəsində bölümündə paylaşmışdıq. Bir nəfər yazıb ki, mən mühəndislik oxuyuram, hara müraciət edirəmsə məni işə götürmürlər. Hamı 1 il, 2 il iş təcrübəsi istəyir. Bu necə qırım bu dövranı? Necə kim məni işə götürsün? Necə olum mən mən pul qazanmağa başlayım? Maraqlı bir maraqlı bir sualdır, ağrılı bir sualdır. Ancaq bunun ən yaxşı cavabını belə ifadə edə bilərik ki, mühəndis üçün iş axtarmaq lazım deyil. Mühəndis işi özü yaratmalıdır deyə düşünürəm. Məsələn? Və belə bir də nümunə gətirirəm. Mən ixtisas seçimi zamanı məsləhətləşəndə belə bir maraqlı ideya eşitdim ki, elə ixtisas seç ki, o həm də sənin sənətin olsun. Bu nə deməkdir? Məsələn, tutaq ki, bir elektrik mühəndisi heç bir yerdə işləməsə belə, o hər hansı bir evə gedib bir elektrik işi görüb, onun pulunu qazana bilər. Təkrar çağıracaqlar. Yəni və yaxud da ki, onunla bağlı bir yerdə deyək ki, bir ixtira eləyib, özü oturub onun üzərində işləyib, onu cəmiyyətə təqdim edə bilər və pul qazana bilər. Yəni adından gördüyü kimi ixtiraçıdır bu ixtisasın şeyi. Yəni oturub problemləri tapıb o problem. Məsələn, mən sadə bir şey deyim ki, kiber təhlükəsizlikdə bu daha çox olur deyək ki, məsələn, insanlar bir şirkətin boşluqlarını tapır, bir deyək ki, veb saytında və o boşluqlarını göndərir həmin şirkətə ki, bu hacker deyilən, hacker deyilən. Eyni şəkildə məsələn deyək ki, biz bir energetika sektorundan danışsaq, siz intervyuya getdiyiniz zaman mən bunu bilirəm, onu eləyirəm, bunu eləyirəmdən çox o şirkətin problemlərini bilib ona uyğun düzgün həllər üzərindən danışsaq, sizin qəbul olma şansınız daha yüksək olar. Necə fürsət tapsınlar o eləməyə? Mən onu düşünürəm ki, bizim tələbələrin deyək də, elə təcrübəli insanlar demirəm, tələbələrin ən böyük problemi odur ki, universitet vaxtını biraz daha məhsullar keçirməlidirlər. Məsələn, belə hətta pulsuz iş belə olsa, o orada özünü göstərə bilirsə, məsələn, heç bir yerdə iş olmasa belə startup eləyə bilər. Startup komandasına qoşula bilər. Özünü ora vursun, buna vursun. Yəni bir şeylər çıxara bilər ortaya ki, bu bunun üçün referens olsun. Hansısa intervyuya gedəndə mən bunu eləmişəm deyib, artıq bir mərhələni keçmişəm desin və yaxud da 2 il praktika deyir, təcrübə CV-yə yazmağa nəyəsə olsun da demək. Mən həmişə tələbələrə də deyirəm ki, ad və soyad hamıda var, ixtisas bitirib, təhsili var, hamıda var, amma fərqli olan nə ola bilər? Sənin təlimlərin ola bilər, təcrübələrin ola bilər, təcrübədə keçdiyin, öyrəndiyin şeylərin izahatını yaza bilərsən CV-də ki, səni digərlərindən fərqləndirən odur deyə düşünürəm. Süni intellekt sizi işsiz qoyacaq. Məncə yox. Yəni belə deyək də, bu həmişə olub, həmişə fikirləşilib ki, yəni sənaye inqilabları hər zaman bir tərəfdən də qorxudub insanları. Bu çıxdı, biz işsiz qalacağıq, o çıxdı, biz iş tapa bilməyəcəyik. Ancaq yeni bir şey çıxırsa, ixtisas dəyişir artıq. Yəni yeni bir ixtisaslar çıxır və onlara yönlənmək lazımdır. Təbii ki, sıradan çıxan ixtisaslar da olacaq, ehtiyac olmayan ixtisaslar da olacaq, hansı ki, vaxtilə çox ciddi amma deyirsiniz ki, əvəzlənəcəkdir. Amma onların yerinə mən indi tək-tək ad saymıram, çünki bəzən ola bilər ki, bu bir tənqidə də səbəb ola bilər ki, bizim ixtisasımızla nə işiniz var və yaxud da gözdən salırsınız. Ancaq mən düşünürəm ki, nəyi ki, məncə insanı əvəz eləməyən ixtisaslar bir, yəni insanı AI-ın əvəz eləyə bilməyəcəyi ixtisaslardan biri də mühəndislikdir. Aydındır. Çünki mühəndislik elə bir sahədir ki, onun üçün təcrübə lazımdır, onun üçün hər gün üzərində işləmək lazımdır. İnsan faktoru vacibdir. AI ən çox xidmət eləyəcək mühəndislərə. Ancaq AI-yi yaradanlar da mühəndislərdir. İnşallah müəllim. Yəni mən düşünürəm ki, sadə bir şey deyək ki, məsələn bir energetika mühəndisi
AI çıxdısa, bu işsiz qalmayacaq. Çünki AI-ın altında onu dəstəkləyən, o data center'ı dəstəkləyən bir enerji sistemi var. Onu idarə edən, onun problemlərini həll edən bir mühəndis olmalıdır və bu sahəyə daha çox ehtiyac yaranacaq. İndi mən tək energetika sektorunda deyirəm, bütün sektorlar bu sahəyə daxildir. Və qəşəng müzakirəmiz gedir və həmişə bizim qonaqlarımıza onu əvvəlcədən demirəm, ən sonda sual kimi verim. İlk dəfə eşitmiş olacaq Elbəy müəllim. Elbəy müəllim, bizi izləyən şəxslərə bir webinar mı deyək, seminar mı deyək, biz təşkil eləyək, siz gəlin, danışın, daha çox mühəndislik istiqaməti üzrə dəstək konsultasiya mı deyək, ki, iştirak eləsinlər, sual-cavab eləyin, dəstək göstərin. Bu şəraiti bizim üçün yarada bilərsinizmi? Hədiyyə elə bilərikmi və təqribən bizim paylaşılan videodan paylaşılana təbii ki, bir ay sonra bunu eləyə bilərikmi? Bir sizdən hədiyyə istəyək də sizdən. Yekunlaşdırmamış. Mən öz tərəfimdə deyirəm ki, mən bu sahəyə başlayandan mənə dəstək olan çox insanlar olur. Buradan da fürsətdən istifadə edib onlara təşəkkürümü bildirirəm. Və məncə bu sahədə dəstək olmaq çox önəmlidir. Mən acizanə bir şeylər eləyib kiməsə bir yol göstərə bilirəmsə, mənim hansısa bir təcrübəmi, yəni əslində bu təcrübələr bilirsiniz necə bir şeydir. Məsələn, bir ata övladına oxu deyir, bunu elə, onu eləyir deyir. Əslində mən düşünürəm ki, psixoloji olaraq nə vaxtsa özünün eləmədiklərini deyir. Yəni bizim əslində göstərdiyimiz yollar bizim elədiklərimiz yox, niyə bunu eləməmişik dediklərimizdir. Məncə ondan da nəticə çıxarıb həmin gələn yeni nəsil bizdən daha yaxşı olarsa, bunun bizə daha çox faydası olacaq və burada bizim də bir payımız olacaqsa ki, bir həzz aldım. Bəli. Əla, həzz almışam artıq. Özümü daha xoşbəxt hiss edirəm. Minnətdaram sizə. Çox sağ olun, təşəkkür həm müzakirəmiz maraqlı oldu, həm də vaxt ayırdınız. Çox sağ olun. İşlərinizdə uğurlar. Ümid edirəm ki, növbəti müzakirələrimizdə bundan daha maraqlı olacaq, daha gözəl, daha hər kəsə faydalı. Hər zaman nə vaxt istəsəniz bu imkanı da yaratdığınız üçün təşəkkür edirik sizə və komandanıza. Çox sağ olun, minnətdarıq. Minnətdaram. Çox sağ olun, görüşənədək.